2016-cı ildə Cəlilabad rayonunda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəylovanın qətlə yetirilməsi məlum olub. Daxili İşlər Nazirliyindən bildirilib ki, polis və penitensiar xidmət əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Elnur Nizamioğlu Eynullayev tərəfindən törədilməsi müəyyən edilib. O hadisəni Göytəpə qəsəbəsində istifadəsi tikilidə törədib və meyidi həmin ərazidə bastırıb. Meyidin qalıqları aşkar edilərək aidiyyat üzrə təhvil verilib, araşdırmalar davam etdirilir. Baş Prokurorluq da cinayətlə bağlı məlumat yayıb. Bildirilib ki, Cəlilabad rayon prokurorluğu və polislər tərəfindən keçirilən əməliyyat nəticəsində 2016-cı ilin aprelində itkin düşmüş Cəlilabad rayonu Göytəpə şəhər sakini 1982-ci il təvəllüdlü Xəyalə Xəylovanın qəsdən öldürülməsi müəyyən olunub. İstintaq və əməliyyat axtarış tədbirləri ilə 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəylovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün bastırmasına əsaslı şübhələr müəyyən edilib. Xəyalə Xəylovanın meyidinin bastırıldığı yer müəyyən olunaraq prokuror kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyatı üzrə müayinənin aparılması üçün ekspertizaya göndərilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, Elnur Eynullayev tutularaq istintaqa təhvil verilib və araşdırmalar davam etdirilir.